Yol, nəqliyyat, mədəniyyət bir sözlə hər şey deməkdir. Yəni yol olan yerdə inkişaf da olacaq. Yolsuz qalan yerlər isə necə deyərlər, həm gözdən, həm də könüldən uzaq olacaq. Elə növbəti sujetdə də Göyçayın yolu olmadığı üçün gözdən və könüldən uzaq qalan kəndlərdən danışacağıq. Ekrana yaxın əyləşib Göyçayın kənd yollarını görsəz, öz yollarımıza şükür edəcəksiniz. Odur ki, sujeti izləyək. Göyçay rayon mərkəzindən 30 km uzaqlıqda yerləşən 5 kəndin yolu, həmçinin Bakı-Qazax, Bakı-Şamaxı-Yevlax magistral yolunu birləşdirən alternativ yol artıq neçə illərdə bərbad vəziyyətdədir. Sakinlərin sözlərinə görə əvvəllər bu yol Kürdəmir rayonundan, eləcə də Ucar rayonundan İsmailliyə gedən insanlar üçün ən normal alternativ yol olub. Bundan əlavə Göyçay rayonunun ikinci böyük kəndi olan İncə kəndi də bu yolun üzərində yerləşir. Sürücülər əvvəldə 20-25 dəqiqə qət etdikləri yolu hazırda 1 saat 20 dəqiqəyə getmək mümkündür. Yollarımız bir an mən dedim ki, pis gündədir. Yollarımızı, yəni xəstəmizi rayona aparıb gətirə bilmirik. Ondan sonrasında. Yəni qobular çoxdur, çökəklər çoxdur yollarda. Məktəblər məktəbə gələ bilmir. Hətta sakinlər gileylənir ki, yolların bərbad olması səbəbindən bura təcili tibbi yardım da gəlmək istəmir. Bərbad haldadır. Özünüz geçsin, müşkiyə gelib, dəyib qarşı bilirsinə vəziyyətdir. Sözümüz budur. Yol işirik. Biz 2 saat xəstəmizi göç yapara bilmirik. Həkim çağıra bilmirik, gətirə bilmirik. Vəziyyətimiz çox yol saatın bərbad haldayıq. Sürücülər isə bu yolda maşınlarının tez dağılmasında və hər ay yolların belə olmasına görə ustaya getməli olublar. Bu da onların həm əsəblərinə, həm də ciblərinə ziyandır. Gördüyünüz kimi qardaşlar, bu yollar da pis gündədir. Valla deməm, qonşu-kətdə qohumlarım yaşayır. Ora həmişə yəni 5 dəqiqə bax, buradan Alpoda da 3 dəqiqə, 4 dəqiqə gedib gəlirdik da. İndiki vaxtda heç nə maşına pul çatdıra bilmirik, nə bilim, peredok yığdırırıq, nə bilim, gedirik, gəlirik. Elə ikinci dəfə gedib gəlmək olmur. Sınır maşın qalır, imkan da yox düzəltdirməyə. Bəzi yolu tanımayan sürücülər isə bu yolla gəldiklərinə görə peşman olduqlarını deyirlər. Ucardan gəldim, Qərəməryama gedirəm. Neçə saat bu yol? Hardasa 20 dəqiqədir yollar deyəm, yollar çox narahatdır, hədsiz dərəcədə. Yəni yağmalar var, dərin yağmalar var. Yəni maşınları pis günə qoyur, texnikalar. Bütün bu məsələləri aydınlıq gətirmək üçün İncə kənd bələdiyyəsinə yollandıq. Bələdiyyə binasının qapısı bağlı olduğundan sədrlə görüşə bilmədik. Göyçay rayon İcra Hakimiyyətinin ictimai-siyasi təşkilatlarla iş şöbəsinin müdiri Eldəniz Məmmədov isə telefon vasitəsilə bildirdi ki, sözü gedən yolun vəziyyəti haqda artıq rayon İcra Hakimiyyəti tərəfindən müvafiq qurumlara müraciət olunub. 2012-ci ilin sonuna kimi bu yolda əsaslı təmir bərpa işləri aparılacaq. Samir Cəbiyev, Şahin Qurbanzadə, LTV Göyçay.